dostluqda, bilmirəm bu dostluq deyə bilərəm ya yox, amma mən Zaurla doğrudan da dostam. Zaur əkizlər bürcüdür, biz eyni bürcdənik və mən Röya da əkizlər bürcüdür. Zaur biraz çox emosionaldır və Zaurun o dünənki çıxışı, mən onu efir gedə-gedə görsəydim, düzdür, mənim komandamda əvvəl Aytac olub, indi buradan baxır Türkiyədədir. Yo, mən istəmədim bu mahnını qoyasınız. Mənim üçün Chopin'in prelüdiyasını qoyun. Ay qardaş, mənə bu lazım deyil. Mən sənə dedim, bax, mən dediyimi eləyin də burada. Orada Zaura Aytacgil dediyini eləyir, amma burada mən dediyimi eləyim. Zaur, mənim Zaurun heç bir problemi olmuyor, dün axşam da danışmışıq. Amma Zaur, axı, belə olmaz. Hərdən çox tələsirsən, Zaur, tələsmə. Tələsmə, əziz dostum. Mən səni başa düşürəm, sən əsəbləşirsən, çünki biz bir-birimizin sirrini bilirik efirlə bağlı. Çünki yeganə aparıcısan ki, səninlə mən, bizim gələn həftə qonaqlarımız kim olacaq? Baxmayaraq, eyni vaxtı biz verilişə başlayırıq. Biz bilirik bunu və biz bir-birimizdən rəqabət aparmırıq. Bəlkə sən qəlbinin içində mənimlə rəqabət aparırsan, amma mən sənə demişəm, mənim səninlə rəqabətliyim yoxdur. Mən bildiyimə görə sənin rəqabətliyim başqa adamlandır, mənimki də başqa adam. Biz bölünmüşük iki yerə. Və ona görə də mən dünəndən fikirləşirdim ki, sənə necə cavab verəcəyəm. Dünəndən sənə afişo verdim, çoxları belə bilir qırğınsat. Birazdan sənə biraz özümə gəlim, tolik sayığı bir cavabımı verəcəyəm sənə. Yaxşı, Zaur, tələsmə, Zaur, tələsmə. Efirimiz elə indi başlayıb. Gəlin başlayalım.